Zülmət qaranlıqda naqilsiz yanan işıqlar. İşıldaquşlar bunu necə bacarır? Yaxın oturun, izah edirəm. Bu sir kimyada, daha dəqiq desək, biolüminesensiya hadisəsində gizlidir. İşıldaquşların qarnının alt hissəsində lüsiferin adlı xüsusi maddə mövcuddur. Həşərat nəfəs aldıqda daxil olan oksigen lüsiferaza fermentinin köməyi ilə lüsiferinlə reaksiyaya girir. Bu kimyəvi prosesin nəticəsində isə möhtəşəm bir parıltı yaranır. Ən heyrətamiz cəhət isə budur ki, bu işıq soyuq işıq adlanır. Evlərimizdə istifadə etdiyimiz adi lampalar enerjinin böyük hissəsini istilik şəklində itirdiyi halda işıldaquşlar enerjinin demək olar ki, hamısını birbaşa işığa çevirə bilir. Bu müasir elmin hələ də tam şəkildə təqlid edə bilmədiyi təbiətin əsl mühəndislik şahəsəridir. Bu kiçik canlılar qaranlıqda sayrışan işıqlar ilə bir növ Morse əlifbası yaradaraq bir-birini tapır, öz cütlərini axtarırlar. Yer kürəsi sirlərlə doludur. Abunə olun ki, birlikdə kəşf edək.